Növbətinə. Salam əziz 8-cilər, xoş gördük sizləri. Bugün sizinlə növbəti mövzunun, 4-cü mövzunun informasiyanın ölçülməsi mövzusunun izahına baxırıq. Mövzunun girişində bizi belə bir nümunə qarşılayır. Nümunədə Lakoniyanın Sparta şəhərində yaxınlaşan Makedoniya çarı 2-ci Filippin Spartalılara belə bir müraciətnamə göndərir. Mən bütün Yunanistanı fəth etmişəm. Dünyanın ən yaxşı qoşunu məndədir. Təslim olun. Çünki əgər şəhərin darvazalarını sındırsam, əgər qala divarlarını dağıtsam, əgər Spartanı zorla alsam, onda heç kəsə aman verməyəcək və şəhəri yerlə yeksan edəcəyəm. Bu müraciətnamə Spartalıların cavabı isə çox qısa olur. Əgər Spartalılar bu cavaba Makedoniyalılara nə demək istəmişdi? Yəni ki, sən bir neçə mərhələ keçməlisən də, əgər sən onların hamısını keçə bilsən, nə eləyə bilərsən? Bəlkə də hamısını keçə bilmədin. Lakonizm, lakonik ifadə nə deməkdir və onun rəvayətlə hansı əlaqəsi var? Lakonik ifadə biz bilirik ki, fikrin qısa şəkildə ifadəsi deməkdir. Çox təəssüflər olsun ki, hal-hazırda müasir dövrdə uşaqların əksəriyyəti bu lakonik ifadə anlayışı altında demək olar ki, danışmamağı üstün tuturlar. Mən bir müəllim olaraq sizə tövsiyə edirəm ki, çalışın ki, fikrinizi lakonik şəkildə ifadə edəsiniz. Amma ümumiyyətcə danışmayıb, şərti işarələr vasitəsilə fikrini ifadə etmək də heç gözəl bir vasitə deyil. Keçək dərsimizin növbət hissəsinə fəaliyyət bölməsinə. Riyazi dildən istifadə etməklə aşağıdakı informasiyaları yığcam formada yazın. Hər mətndə ifadə olan simvolların sayını müəyyən edin. Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Yəni, bunu yığcam formada, lakonik formada necə yaza bilərik? A plus B bərabərdir B plus A-ya. Plus A-ya. Yəni 3 üstəgəl 7 bərabərdir 7 üstəgəl 3-ə. Orta sürət gedilən yolun bu yolun gedilməsinə sərf olan zamana nisbətinə bərabərdir. Yəni orta sürət V bərabərdir. Orta sürət bu yolun, gedilən yolun, yəni S-in T-yə nisbətinə bərabərdir. Su molekulları 2 hidrogen və 1 oksigen atomundan ibarətdir. 2 hidrogen və 1 oksigen atomundan ibarətdir. Belə lakonik şəkildə yazdıq. Sonra deyək ki, nəticəni müzakirə edək. Yığcam formanın həcminin orijinal formadan neçə simvol azdır? Gəlin ölçək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və boşluğu da götürürük. 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44 və nöqtə ilə bir yerdə 45. Deməli, cümlə şəklində yazanda burada 45 simvol oldu. İşarə ilə yazanda 1, 2, 3, 4, 5, 6 və 7. Deməli, fərq nə qədərdir? 38 simvol fərqi var. Hansı halda açıq formada, hansı halda yığcam formada istifadə etmək əlverişlidir? Əgər biz bu düsturlarla tanışıqsa, təbii ki, yığcam halda vermək daha yaxşıdır. Uşaqlar, deməli, biz rəqəmləri kompüterdə ikilik say sistemində kodlaşdırıldığını bildik. Sizə dedik ki, ədədləri istənilən bir onluq say sistemində olan ədədi 2-yə bölməklə onu ikilik say sisteminə çeviririk və bir ədədi, hər hansısa bir ədədi 2-yə böləndə qalıq 1 və yaxud da 0 olur. Yəni, kompüterin yaddaşında ədəd informasiya 0 və 1-lər şəklində saxlanılır. Eynilə simvol tipli informasiyalarda kompüterin yaddaşında 0 və 1-lər şəklində saxlanılır və bu 0 və 1-ləri kodlaşdırmaq üçün müəyyən əlifba standartından istifadə olunur. Hal-hazırda kompüterdə müxtəlif simvolların kodlaşdırılması üçün istifadə olunan ən geniş yayılmış əlifba növləri ASCII və Unicode əlifbasıdır. ASCII əlifbasında bir simvol yaddaşda 8 bit və yaxud da ki 1 bayt yer tutur. Unicode kodlaşdırmasında isə kompüterin yaddaşında hər hansı bir simvol 16 bit yaxud da 2 bayt yer tutur. Buna belə də deyək də, görün burada yazıb, xeyr. Məsəl üçün, uşaqlar 2 üstü 8 deməkdir. Bu 8 bitdə 2 üstü 8 deməkdir. Yəni, ümumilikdə kompüterin yaddaşında ASCII-də 256 simvol,
Unicode'da isə 2 üstü 16 sayda, çünki axı dedik 16 bit yer tutur. 2 üstü 16 sayda, yəni 65.536 sayda, bu yazın bunu da buradan, 65.536 sayda simvol saxlamaq mümkündür. 256 bu ASCII simvollarında Azərbaycan, Çin kimi bəzi Koreya kimi bəzi əlifbası böyük olan ölkələrin əlifbalarını tamlıqla kodlaşdırıb yerləşdirmək mümkün deyildi. Ona görə də Unicode əlifbası yarandı ki, biz rahatlıqla öz əlifbamızda olan bütün hərfləri burada yerləşdirə bildik. Deyir ki, indi gəlin məsələlərə baxaq. Deyir, kompüterdə yığılmış məqalənin həcmi 30 kilobaytdır. Onun hər səhifəsində 30 sətr, hər sətrində isə 32 simvol var. Hər bir simvol 16 bitlə kodlaşdırılmışdır. Məqalə neçə səhifədən ibarətdir? Uşaqlar, ümumi həcm bizə verilib. Bax, məqalənin həcm verilib. Həcm. Gəlin özümüz burada bir düstur yaradaq. Sonra da bu düsturdan istifadə etməklə məsələləri həll edək. Həcm bərabərdir. Onun hər səhifəsində neçə səhifədən ibarət? Səhifə, deməli biz səhifəni tapacağıq sonuçda. Səhifə sayı, S hərfi yazıram, bilin ki, sayı demək. Səhifə sayı, vur. Hər səhifədə olan sətr sayı, bir dəqiqə bunu bura oxşadaq. Sətr sayı. Bunu axırda özünüz üçün skrin eləyib götürə bilərsiniz və yaxud da kitabınızın bir hissəsinə səliqəli şəkildə karandaşla yazmaq olar. Sətr sayı. Sonra hər sətirdə olan simvol, vur, simvol sayı. Simvol sayı. Və hər bir simvolun yaddaşda tutduğu yer. Simvolun həcmi. Simvolun həcmi. Elə. Uşaqlar, bir dənə nüans sizə qeyd edeyim. Əgər simvolun həcmi qeyd olunmayıbsa verilən məsələdə, bilin ki, simvolun həcmi 1 baytdır və yaxud da 8 bitdir. Əgər qeyd olunmayıbsa, məsələ verilib və qeyd olunmayıbsa. İndi bizdə nə var? Həcm var, 30 kilobayt. Burada belə deyim də, vuruq-vuruq hasil olduğuna görə, indi bizdə hasil olduğuna görə, yəni səhifə sayını tapdığımıza görə də, səhifə sayı bərabərdir, həcm böl bunların hamısının bir-birinə vurulması, düzdür? Ona görə də səhifə bərabərdir. Bir kəsr xətti çəkirəm. Biz bilirik ki, kəsr xətti bölmə deməkdir də. Yuxarıya yazıram kitabın ümumi həcmini 30 kilobaytı. Hələ ki kilobaytı yazıram, sonra onun üzərində əməliyyat aparacağam. Sonra sətr sayı, 30 dənə sətr var. 30. Sonra hər sətirdə 32 simvol var. 32-ni 2 üstü 5 kimi yazıram uşaqlar. Ona görə ki 2 üstü 5 də 32 edir. Hər bir simvolun həcmi 16 bit. Bunu da 2 üstü 4 kimi yazıram 16-nı da. Amma bir dənə problem var ki, yuxarıda biz kilobaytdandır, aşağıda bitləndir. Kilobaytı da bitə çevirmək üçün 2 üstü 18, 13-ə vururuq. Yəni 2 üstü 10-a vursaq kilobayta çevirilərdi, bayta çevirilərdi. 2 üstü 13-ə də vururuq ki, bitə çevrilsin. 2 üstü 13 ilə 2 üstü 9 burada gedir. Burada qaldı nə? 2 üstü 4. Düzdür? 2 üstü 4 qaldı. Burada da 30-dan 30-u ixtisar aparsaq, qalır yuxarıda sadəcə 2 üstü 4, bu deyir 16. Deməli, bizim məqaləmizdə 16 dənə nə var imiş? Səhifə var imiş. Bax, burada da eyni qayda ilə hesablama aparılmışdır. Belə, deyir ki, 8 bitlə neçə müxtəlif simvol kodlaşdırmaq olar? 8-i qoyursunuz 2-nin qüvvətinə. 2 üstü 8 neçə edir? 256. Deməli 8 bitlə 256 müxtəlif simvol kodlaşdırmaq mümkündür. Unicode kodlaşdırmasında istifadə olunan üsulla neçə müxtəlif simvol kodlaşdırmaq olar? Unicode-da dedik ki, 16 bit həcm ayrılır. 216 neçə eləyir? 65.536.
Dərsdə verilmiş aforizm ASCII kodlaşdırmasında tutumu 2 kilobayt olan yaddaş sahəsində neçə dəfə yerləşir? Verilmiş aforizmin həcmi nə qədər idi? Heç baxmadıq aforizmimizin həcminə. Görə əgər qeyd olunubsa aforizmin həcmi, aforizm, hanı aforizm? Hə, bu. 61 baytda 61 simvol var. Deyir ki, 61 baytdırsa, artıq biz 2 kilobaytı bayta çeviririk. 2-ni vururuq 1024-ə, edir 2048. Sonra da 2048-i böləcəyik 61 bayta ki, görək tutumu 2 kilobayt olan yaddaş sahəsində nə qədər yer tutur. Məktəbdə 1000 şagird təhsil alır. Hər şagirdə bənzərsiz ikilik kod verilir. Bütün şagirdləri kodlaşdırmaq üçün 9 bit bəs edərmi? 1000 dənə şagird təhsil alırsa, 1000 şagirdi biz bilirik ki, 2-nin hansı qüvvətində yerləşdirə bilərik ancaq? 1024-də yerləşdirə bilərik də, yəni 2 üstü 10-da. 2 üstü 9, uşaqlar deyir 9 bit bəs elər. 2 üstü 9 512-dir. 512-nin içinə 1000-i necə yerləşdirə bilərik ki? Yəni bu heç cür mümkün deyil. Amma 1024-ün içərisinə, yəni 2 üstü 10-un içərisinə yerləşir. Deməli 2 üstü 9 bitlə kodlaşdırmaq mümkün deyil. 1000 şagirdi yalnız və yalnız 10 bitlə kodlaşdıra bilərik. Ən azı 10 bitlə kodlaşdıra bilərik. Avtomatik qurğu Unicode'da kodlaşdırılmış mətnə 8 bitlik ASCII kodlaşdırmasını tətbiq etdi. Nəticədə informasiyanın həcmi 480 bit azaldı. Biz bilirik ki, Unicode'da 1 baytdır, ASCII-də 2 bayt. Yəni nə qədərdirsə onun 2 qatı da Unicode'dadır, düzdürmü? Deyir ki, Unicode'da kodlaşdırılmış mətnə ASCII-yə çevirdi və informasiyanın həcmi 480 bit azaldı. 480 bit neçə bayt? 60 bayt. Deməli, mətndə neçə simvol var imiş? 60 dənə simvol var imiş. Bunun həcmi yarıya yarı azalıbdır. 480 bit azalıbdır. 480 bit artırsaq, Unicode sisteminə keçmiş oluruq. Ümumiləşdirici sual və tapşırıqlara da qısa şəkildə nəzər salaq. Mikroprosesor sözü yaddaşın neçə bitini tutacaq, hərfləri sayırsınız və 8-ə vurursunuz. Mətn redaktorunda yığılmış məqalənin bunun bayaqlarımızı bir nümunəsini izah elədim. Növbəti artıq sizin özünüzə aiddir. Unicode kodlaşdırmasında verilmiş aşağıdakı atalar sözünün həcmini tapın. Boşluğu da nəzərə almaqla simvolları sayıb 2 bayta vurursunuz və həcmi tapırsınız. 217 ədədini verilmiş ardıcıllıq müvafiq say sistemlərinə çevirirsiniz. 217-ni əvvəlcə 2-yə bölüb qalıqlarını, sonra 8-ə bölüb qalıqlarını, sonra isə 16-ya bölüb qalıqlarını sağdan sola doğru yazırsınız. Ədədləri müqayisə edin. 24 ədədi, əgər ədədlərin hər ikisi eyni ədəddirsə, o zaman hansı say sistemində daha böyük olacaq uşaqlar? Təbii ki, əsası böyük olan say sistemində olan ədəd daha böyük olacaq. Digərlərini müqayisə etmək üçün isə hər ikisini eyni say sisteminə gətirmək lazımdır. Yəni hər ikisini onluq say sisteminə çevirmək lazımdır. Marketdə 14 çeşiddə mal satılır. Bu mallar ikili kodlarla kodlaşdırılması üçün ən az neçə bit lazımdır? 14-ü 2-nin hansı qüvvətində yerləşdirə bilərik biz? 2-nin 4-cü dərəcənin qüvvətində, yəni 16-nın içərisində yerləşdirmək mümkündür. Bu deməkdir ki, bizə 4 bit kifayət edər. Sonra bir ikili ədəd verilibdir. Bu ikili ədədi 8-i və 16-lı say sistemlərinə çevirmək bizə tapşırılmışdır. 8-i say sisteminə çevirərkən biz dedik ki, ədədi 3-3 ayırmaqla, 16-lı say sisteminə çevirərkən isə ədədi 4-4 ayırmaqla biz kodlaşdırma apara bilərik. 3-3 ayırarkən 1, 2, 4, 4-4 ayırarkən isə 1, 2, 4, 8 kimi üzərinə yazaraq qeyd edirik. Sonra bir və sıfırların üzərində olan ədədlər nəzərə alınmır. Sadəcə birlərin üzərinə yazdığımız ədədlərin nəzərə alırıq. Bunu açıq şəkildə istəyirəm sizə bir dənəsini yazım. Bax, 1, 0, 1 yazdıq. Tutaq ki, düzdür, 3 rəqəmli ədəddir. Dedik ki, 8-ci say sisteminə çevirəndə nə edirik? Hamısının üstünə 1, 2, 4 yaza gedirik. Burada, baxın, 1-in üzərində 4 var və 1-in üzərində 1 var. Bunun üzərində də 2 var. Bax, bu şey nəzərə alınmır. Ona görə ki, 0-ın üzərindədir. Bu ikisi isə toplanır, olur 5. Sonra deyir ki, bu ədədlərin cəmini tapın. Gəlin bunları qələmin rəngini dəyişim, qara qələm götürün və cəmləyərək yazın. Bəlkə bunu götürüm, amma yox. Yəni, bu tərəfdə də yazmalı olacağım. 1, 0, 1, 1, 1. Biraz bir-birindən aralı və böyük şəkildə yazıram ki, siz də rahatlıqla başa düşəsiniz. Burada da 2, 4, 5 dənə 1 var. 1, 2, 3, 4,
5 dənə 1 var və əvvəldə 1 və 0. Belə, indi gəlin bunu toplayaq. Uşaqlar, 1 üstə 1 gələndə nə edir? 2. İkili say sistemində 2 var? Yox. Ona görə də 2-dən 2 çıxırıq. Çıxırıq 2-ni. Qalır 0. 0. 0 yazırıq bura. 1 gəldi yaddaşda bura. 1 üstə 1 gələndə 2. 2-nin üstə 1 yaddaşdakı 1 gələndə 3 eləyir. 3-dən 2 çıxanda 1 qalır. 1 yenə qaldı yadımızda. Yenə 3 eləyir. 3-dən 2 çıxırıq. 1 yazırıq bura. 1 yenə qaldı yadımızda. 1 üstə 1 gələndə 2 eləyir. 2-dən 2 çıxdıq. 0. 1 qaldı yenə yadda. 1 üstdən 1 üstə də 1. 3. 3-dən də 2 çıxanda 1 yazırıq bura. 1 qaldı yadda. 1 üstə 0. 1. 1 də gəldi bura. Oldu bu formada. Hansı say sistemlərində 51 onluq ədədi 3 rəqəmi ilə qurtarır? Deməli biz 16 bu olur 16-lıq say sistemi. Ona görə ki 3-ə böləndə 16-lıq say sisteminə böləndə 51-i bölürük 16-ya düşür. 3 dəfə 48, 3 qalır. Sonra üçlük say sistemində də eyni qayda keçərlidir. Yox, üçlük say sistemi yox uşaqlar, üzürlü say, üçlük say sistemində yox. 7-lik say sistemində. Üçlük say sistemində çünki 3 rəqəmi yoxdur. Meyvə bağında cəmi 63 ağac var. Onlardan 30'u alma, 21'i armud, 5'i gavalı, 4'ü albal ağacıdır. Ağaçların sayı hansı say sistemində verilib, cəmi onluq say sistemində hesablayın. Uşaqlar, nə edirsiniz burada? 30'un üstdən 21, üstdən 5, üstdən də 4 gəlmək üçün ədədin təhliklərini toplayırsınız. 0'ın üstə 1 gələndə nə eləyir? 1. 1'in üstə 5 gələndə nə eləyir? 6. 6'ın üstə 4 gələndə nə eləyir? 10. Ondan da 3 çıxanda nə qalır? 7. Deməli, ədəd cəm hansı say sistemindədir? 7-lik say sistemindədir. Mətn informasiyası kompüterin yaddaşına necə kodlaşdırılır? Mətn informasiyası kompüterin yaddaşında ikili kodlarla kodlaşdırılır. Y hərfinin ASCII kodlaşdırma cədvəlində onluq kodu 101'dir. Faiz sözünün hansı onluq kodlar aracılığı uyğun olacaq? 101-dirsə E hərfi. O zaman biz əlifbiyə baxmaqla digər hərflərin də yerini müəyyənləşdirə bilərik. Belə, bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, dərsimizin izahı sizin üçün tam aydın olmuşdur. Axırıncı tapşırıq istifadə yazarkən mütləq şəkildə qarşınızda əlifba olsun. Çünki hərfin nömrəsinə əsasən onun kodlarını tapa